Bugünkü mövzumuz önceden de belli olduğu kimi İslam ve medya problemler perspektifləridir. İslam ve medya niye öncelikle bu mövzuya toxunur? Bununla bağlı kısa bir açıklama veririz. Bugün çok təəssüf ki, değerlerin ittiği İslami atributların, dini ənənələrin tənqid və təhqir hədəfinə çevrildiği bir zamanda, dövrdə yaşayır. Təkcə Azərbaycanda deyil, bütün dünyada bugün İslamofobiya bəlasıyla üzbəyüzük və bu İslamofobiya bəlası çox təəssüf ki, Azərbaycandan da yan keçmiyor. Və bugün bir sıra üstəl yazılı, üstəl elektron, üstəl informasiya vasitələrində dinimizə qarşı, İslami değerlere qarşı çok ciddi şekilde təhqiramiz münasibət görülür. Bəzən biz bunu hansısa bir 2-3 nəfər avanturistin fəaliyyəti kimi qələmə veririk və özümüzü aldadırıq ki, bunlar sadəcə 1-2 nəfər özünü tanıtmaq üçün bu formada addım atırlar. Amma mahiyyət etibarına diqqətlə baxdıqda o heç də belə deyil və bu çox bir Azərbaycanda da bu plan uygulanmaktadır. Bugün dünyanın müxtəlif yerlərində terror hadisələri baş verir. Və heç kim bu terror hadisələrinin bu Buddhist terrorudur, bu Hristiyan terrorudur, bu Yahudi terrorudur deyə demir. Bunu hər kəs müxtəlif terror hadisələri olaraq qeyd edirlər. Amma hər hansısa bir müsəlmanın atdığı addım həmin anda İslam terroru veya İslam radikallığı kimi qələmə verilir və İslama qarşı kampaniya güclənir. Və təbii ki, bu məsələdə də medianın rolu əvəzsizdir. Və cəmiyyət, dünyada bugün cəmiyyət media ilə idarə olunur. Yəni, nə yazır ki, 4-cü hakimiyyət haradasa 1-ci hakimiyyəti belə yerləşir və cəmiyyəti işləyir. Və bütün o digər 3 hakimiyyəti də 4-cü hakimiyyət yönətir. Təbii ki, Azərbaycanla bağlı bunu demək çətin olsa da dünyada durum budur. Bu məsələlərlə bağlı buradakı hörmətli qonaqlarımız hamısı inşallah öz fikirlərini bildirəcəklər. Öncəliklə Oğuz Araşdırmalar Qrupunun, Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Züfəroğlu Qərb və İslam mediası ilə bağlı çıxışını dinləyək. Ondan sonra digər çıxışçılarımızla buyurun. Çox sağ olun. Mən çıxışımı konkret misallar seçmişəm. Onları oxumaqla başlayacağım və ümumiyyətlə qısa danışmalar çalışacağım ki, xaliyyətlə müəyyən vaxt qalsın. Ümumiyyətlə 11 sentyabr hadisələrindən sonra Qərb mətbuatında, Qərb mediasında İslam'a olan münasibəti müəyyən radikallığın artmağının şahidi olunmuşlar. Və bu ilk növbədə post-Xristiyan çərçivəsində tərbiyə almış Qərb abubatillərinə yönəlik məqalələrin və ümumiyyətlə informasiyaların sayının artması ilə müşahidə olunur. 4 mən taksik gelişin şahidi oldu. Biz əgər həmin məqaləyə oturup təhlil edəsək, analiz edəsək, 4 taksik gelişin şahidi ola bilərik ki, birinci taksik geliş İslam dünya görüşü və ənvələri haqqında təsəvvürlərin təhrif edilməsidir. Yəni, bu zaman tamamilə İslama yad olan, İslam belə deyək, fəlsəfəsindən yad olan fikirlərin əslində İslama istiqamətlənməsi, İslama dalanmasının şahidi olduğu. İkincisi, İslamın radikal cəryan və qruplaşmalarla əlaqələri də belə deyək, itham edilməsidir. Yəni, bildiyiniz kimi İslamda çoxlu sayda belə deyək, müəyyən cəryanlar var, istiqamətlər var, təriqətlər var və əslində bunların nə dərəcədə İslamın özü ilə bağlı olub-olmaması bir araşdırma predmeti olduğu halda Qərb mətbuatında onlar bir mənalı olaraq ənənəvi İslamla
deməli, xarakterizə edirlər, müqayisə edirlər. Üçüncü, İslamın qərb cəmiyyəti üçün təhlükə mənbəyi olması barədə fikirlərdir. Məsələn, belə bir məsələ var. 1958-ci ildə Daniel Lerner adlı bir araşdırmacı olur. O, özünün Ənənəvi cəmiyyəti inteqrasiyası əsərində İslamın yaxın şərqdə mövqeyinin olduqca zəifləməsi barədə yazıdır. Bir daha tapılarda, bu 1958-ci il bu. İslamın yazır, qərbdə və ya şərqdə olmasına asılı olmayaraq modernləşmə, rasional və pozitivist fikirlərin argumentlərinə tabi olmalı diqdəydir. Bugün alimlərin yekili rəyinə əsasən İslam tamamilə zərərsizləşdirilir. Keçən 10 illikdə bu prosesin gedişatı son dərəcə sürətlənir. Əgər Avropalaşma əvvəllər yalnız yaxın şərq cəmiyyətinin yuxarı təbəqəsini nüfuz edə bilirdisə, bugün müasirliyin səsi əhalinin daha geniş təbəqəsi arasında eşidilməkdədir. Bu, yenə təkrar edirəm, 58-ci ildə yazılmış bir yazı idi. Lakin 80-ci illərin sonlarında müasir cəmiyyətdə İslamın qəbul olunması bildiyimiz kimi yeni bir formalıdır və artıq bir çox qərb ziyaları İslamı yalnız tarixi əhəmiyyətli olmuş, sönməkdə olan birliyini inanc kimi deyil, qərb hegemonluğuna real təhlükə ola biləcək həqiqi qüvvə kimi nəzərdən keçirməyə başlayırlar. Özünün məşhur Tarixin Sonu və Sonuncu İnsan əsərində məşhur politolog Francis Fukuyama İslam haqqında belə yazır. Həqiqətən İslam liberalizm və kommunizm kimi dəqiq və davamlı özünün mənəvi kodeksi, siyasət və sosial ədalət doktrinası olan ideologiya təsəvvürü yaradır. İslamın çağrışı potensial cəhətdən çox şahididir və sadəcə bir millətin və ya etnik qrupun təmsilçisindən deyil, hər bir insana ünvanlanır. Avropada soyuq müharibənin sonu İslamın əhəmiyyətli dərəcədə rol oynadığı İraqın qərbə meydan oxuması ilə müşahidə olunmaqdadır. Bu 80-ci ildən sonlarında yazılıb. Yəni, gördüyümüz kimi 58-ci ildən, yəni belə deyək, 50-ci ildən sonlarına, 80-ci ildən sonlarına qədər son dərəcə böyük bir, belə deyək də, dəyişikliklərin şahidi olmaqdadır. Bu baxımdan da İslamın qərb cəmiyyəti üçün təhlükə mənbəyi olması barədə fikirlər artıq 80-ci illərin ortalarına və əsasən də Sovet İmperiyası dağıldıqdan sonra daha geniş vüsət almağa başlayıb. Və dördüncü deməli gediş budur ki, müsəlmanlara qarşı yönəlik agresiya və dözümsüzlük əsaslandırılır mətbuatda. Bu bəlkə də ən təhlükəli bir şeydir. Yəni, indi ona aid də mən materiallar, bir-iki material sizə oxuyacağım. Yəni, burada biz qərb kütləvi informasiya vasitələrində müsəlmanlara olan ayrı-seçki münasibətin bir növ bəraət almasının şahidi olur. Bildiyiniz kimi, deməli, ixtisas jurnalistlər var burada, jurnalistlər bilərlər. Bu jurnalistikada özünün tənzimləmə mexanizmində, yəni iki tənzimləmə mexanizmi var, bir tənzimləmə və özünün tənzimləmə və özünün tənzimləmə mexanizmində deməli, etik qaydalar, etik kodekslər, prinsiplər əsas önəmli rol oynayır və bu hətta peşə etikasının deməli, qaydalarına da ziddir. Çünki bir çox beynəlxalq jurnalist təşkilatlarının, məsələn, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Jurnalistlər Təşkilatlarının, Beynəlxalq Mətbuatı İnstitutunun və s. deməli, nizamnamələrində, bu etik qaydalarında, sənədlərində milli diskriminasiyanın, milli irqi, dini diskriminasiyanın yol verilməzliyi əsas vacib element kimi qabaqlayır. Bu baxımdan biz qərb mətbuatında bu vacib elementə riayət edilməməsinin şahidi olduq. Yəni, onlar jurnalistlər öz peşə prinsiplərində pozulurlar. Mən, deməli, məşhur Ekonomist jurnalı var, Ekonomist jurnalı. O, 1990-cı il 15 sentyabr sayında çap olunmuş Xristianlığın ərəb nəticəsi məqaləsindən bir sitat gətirmək istəyirəm. Müəllif yazır ki, deməli, məqalədə giriş hissəsində müəllif yaranmış vəziyyəti son dərəcə dramatik bir üsulda təsvir edir. Və ardınca qeyd edir ki, farsça olaraq xristianlıq öz ata-baba torpağında məhv olmaqdadır. Xristianlar Fələstin və Livanı kütləvi halında tərk edilər, yerli kilsədə öz gələcəklərindən narahatdırlar, ərəb ölkələrinin xristian icmaları arasında yalnız Misirin xristian icması zərər çəkmək. Müəllif sonra daha irəli gələrək Haçlıların məğlubiyyətindən sonra xristianların hamısından qisas alındığını yazır. Halbuki tamamilə yanlış bir fikir. Müsəlman ölkələrinin kolonial qüvvələrdən azad olmalarından sonra xristianların kütləvi halda Avropaya və Amerikaya göz etmələrindən söz olacaq. Bu da bir misala mən diqqət etməliyəm. Məncə dediyimiz kimi, mass mediada şuuraltı psixoloji təsir var. Yəni, şuuraltı psixoloji təsir var və bu baxımdan gördüyümüzü hakimiyyət kütləvi informasiya vasitələri son dərəcə böyük, belə deyək, imkanları mövcudlar. Və bu məqalə əsasən qərb ictimaiyyəti üçün yönəldiyindən bir növ qərb ictimaiyyətində şuur altında belə deyək, İslama qorxu, İslamdan qorxmaq, İslamofobiya hissi yaradır. Və əslində bu da müəyyən mənada qəbul olunmaz bir şeydir. Məsələn, da ki, radikal qruplaşmalardan söhbət açılır və orada hökmən İslam sözü əlavə edilir. İslam radikal qruplaşmalar. Və ya məsələn, da ki, terrorizmdən söhbət açılır, orada qeyd edilir İslam terrorizmi. Halbuki, yəni bu ümumi qəbul olmuş prinsipdir ki, terrorizmin milləti, dini yoxdur. Yəni, terrorizm ümumbəşəri bir problemdir və buna qarşı hər bir insan mübarizə aparmalıdır, hər bir insan öz tövbəsini verməlidir təbii ki.
Eyni zamanda onu da nəzərə almalı, yəni onu da qeyd edirlər ki, İslam bütün tövhid dinlərində olduğu kimi günahsız insanların həyatına son qoyacaq zorakılığı istənilən halda lənətləyir. Və bu zaman xəbərlərə verilən başlıqlar yalnız təsir və 2 ay soyadır. Məsələn, tutaq ki, CNN və BBC-də gələnlərdən var. Məsələn, İslamın ölüm oxu, sifətini dəyişən din və s. qoyulur. Yəni, gördüyünüz kimi, burada artıq başlıqların özündə belə müəyyən mənada qərəz hiss olunur. ABŞ Kütləvi İnformasiya Vasitələri 1995-ci ilin aprel ayında Oklahomada federal hakimiyyətin binası qarşısında avtomobil partlayışını işıqlandırarkən də bu cür fənlərdən istifadə edirlər. Məsələn, Seattle-da nəşr edilən Poçt Courier qəzeti var. Həmin qəzetin 1995-ci il 20 aprel ayında Federal Təhlükəsizlik Xidmətinin terrorizmə qarşı mübarizə şöbəsinin keçmiş rəhbəri Robert Haybel'dan müsahibə götürürlər və ona isnadən yazılır. Yəni, onun cümlələri bu. Hesab edirəm ki, quş əgər ördək kimi görünürsə, onun kimi səs çıxarır və üzürsə, deməli o ördəkdir. Avtomobillərin partlayışı İslam fundamentalistlərinin əməlidir. Yəni, bu cür bir müqayisə olmalıdır. Eyni zamanda məşhur Wall Street Journal jurnalı var. O, deməli, belə bir mövqə nümayişlədir. Həmin bu hadisələ bağlı. Analitiklərin fikrincə, ABŞ-ın müxtəlif bölgələrində, məsələn, New York, Detroit, Oklahomada müsəlman cəmiyyətlərinin sayının artması terror fəaliyyətinə təkan verən ekstremistlərin meydana çıxması üçün mümkün şərait yaratır. Le Monde qəzetindən də misal gətirmək olursan, Fransada məşhur Monde qəzeti var. Onun deməli 1994-cü sentyabrın 13-də nəşr olunan və ingilis dilinə tərcüməsi həmin sentyabrın 25-də olan, 25-də İngiltərə aparıcı Guardian qəzetində nəşr olunur. Çap edilmiş məqalədə Robert Sol müsəlman qızlarının hicab geyiminə aşağılayıcı münasibət bəslədir. Müsəlman yazdığına görə hicab yalnız hansı dinə mənsub olan nümayiş etdirmir. Bu, həm də qadınların alçaldılması və cinslər arasındakı qeyri-bərabərliyi göstərən fakt. Yəni, əslində, bildiyiniz kimi, hətta belə deyək də, əhalisinin sayı çoxluqla müsəlman olan ölkələrdə hicab, belə deyək də, tam olaraq göstərmir. Yəni, hicab hər bir xanımın öz öhdəsindən qatılan bir şey kimi görür. Amma bunu nəyə görəsə, məsələn, mətbuatda, qərb mətbuatında bu cür, belə deyək, pişirdirlər. Ümumiyyətlə, yekun kimi onu qeyd etmək lazımdır ki, bütün İslamın bu cür, belə deyək də, negativ formada təsvirinin yaranması qərb mətbuatında, bu təbii ki, hətta beynəlxalq münasibət təşkilatlarının da maraqlandırdığı son zamanda yaxşı ki. Və məsələn, tutaq ki, qərbdə fəaliyyət göstərən bir icmalar var, təşkilatlar var, müsəlman təşkilatları yaradılır. Həmin təşkilatlar müəyyən seminarlar keçirlər və buna belə deyək, qarşısını almaq üçün müəyyən addımlar da atırlar. Bunun internetdə müəyyən müstəbələrə rast gələ bilər. Amma təbii ki, burada ziyalıların öhdəsinə müəyyən işlər düşür. Əsasən qərbdə yaşayan ziyalıların öhdəsinə müəyyən işlər düşür. Onlar daha yaxşı olar ki, İslamla bağlı, belə deyək, İslamın həqiqin, belə deyək, İslamın özü haqqında müəyyən informasiyalar versinlər, müəyyən, belə deyək, məqalələr yazsınlar. Rusiyada, məsələn, Rusiyada Tatar icması bu istiqamətdə kifayət qədər çox böyük işlər görür, məsələn, son zamanda və hətta onlar, deməli, İslam və media adlı böyük bir elmi seminar keçirdilər və həmin seminarda təqribən 2 ya 3 ciddi bir topluluğunu bırakdılar. Bu, Rusiyada çox gözəl bir, belə deyək, əksada da olur, çox deməli, müsbət yanaşı olduğuna və müəyyən mənada, belə deyək, mediada artıq İslama olan münasibətdə müəyyən o, belə deyək, mövqeləri gözləməyə məcbur edir Rusiyada münasibətdə. Təşəkkür ediyorsunuz. Burada değerli kalma memnunları, hamımızın dostu Hacetler, aslında bu mevzuda kifayət qədər sözü var. Dedim, Hacet. Ben ilk olarak salamlayıram ve teşkilatçılara teşekkür ederim ki çok önemli bir mövzuyla bağlı müzakirə imkanı yaradıblar. Ve aslında yani bu tek Azerbaycan için mühüm ve önemli mesele değil. Bütün dünyada bu müzakirə olunur. Bir taraftan söz azadlığı, ifade azadlığı, diğer taraftan insanların inancla bağlı olan duygularının hörmətlə yanaşılması. Bu çok büyük bir polemikaya yol açır ve xüsusən də karikatür olaylarından sonra bunun etrafında çok ciddi müzakirələr və belə demək olarsa, həm də insan haqları nəzəriyyəsi baxımından da bu mövzu artıq ikiyə bölünür. Biriləri hesab edir ki, burada normal bir şeydir, inanc, istənilən bir inancla bağlı mövzu həqarət oluna bilər.
və burada heç bir problematik məsələ yoxdur. Amma ikinci baxış nəzərdə budur ki, bu böyük sayda insanların şəxsiyyət və ləyaqət mövzusuna toxunduğu üçün toplumda ümumi olaraq qəbul olunmuş ictimai əxlaqa zidd olduğu üçün və yarada biləcək fəsadlara görə bu məsələ çəkindirilməlidir və söhbət həqarətdən gedir, tənqiddən gedir. Azərbaycana gəldikdə də bu kifayət qədər bununla bağlı ictimai mühitdə vəziyyət gərginləşmişdir. Təqribən bir 2-3 il bundan öncə xüsusi olaraq bir gərginliyə çatmış, bəlkə də bir müddətdir, bir miqdarda öncə, bir 3 il, mən dəqiq illər xatirimdə deyil, Peyğəmbərlə bağlı yazılardan sonra xoşa gəlməz və s. Amma sonra bu aydın oldu ki, bu təsadüfi deyil. Və bu gün məndə qəti bir əminlik var ki, ölkədə tamamilə sifarişlə işləyən və hər mənada hansısa bir sifarişi yerinə yetirən xüsusi sayda bir insanlar var. Bunlar ən azı ay ərzində İslamın, inancın ən fundamental mövzuları ilə bağlı bir neçə həqarətli yazılar vermələri bir növ öhdəlik götürülür. Yəni, bu tutaq ki, hansısa bir ateistin arada şuluq salması olsa, bu olardı ildə bir dənə, 3 dənə və s. Amma ayda arzucul olaraq, sistemli olaraq bunu çox özdə belə qıcıqlandırıcı formada etmələri, bunu hətta əvvəl biriləri izah edirlər ki, bu bir epatajdır, bu tiraj yığmadır və s. Gördülər, bu ilə tiraj da yığmırlar. Göründü ki, bununla bir ictimai rəydə uğur da qazanırlar. Gerək onda dəyişəydilər və misal üçün mötədilləşəydilər, daha başqa formalara keçəydik. Yəni, söhbət qətiyyən tənqiddən getmir. Tənqid olunmalıdır, hər bir şey tənqid olunmalıdır. Və söhbət burada sırf inancın fundamental məsələlərindən bağlı gedir. Və bu biraz da pikə son aylarda çatmaqdadır. Hesab edirəm ki, bu böyük bir ümumi hal almayıb ölkədə. Çox marginal, kiçik bir sayda insanların etdiyi bir məsələdir. Bu ümumi bir xarakterdir, bu ümumi yayılmış bir məsələ deyil. Ümumən Azərbaycanın jurnalistikasının hətta təmsil edicilik səviyyədə deyil bu məsələ. Çox az bir marginal hissiyyə olan bir mövzudur. Amma onunla da belə bu mütləq müzakirə olunmalıdır ki, bu bir növ dəyərləndirilsin və jurnalistlər özləri ilk növbədə bununla bağlı münasibət bildirməlidir. Tək inanca da aid məsələ deyil. İnancılar da digər, inancımız özü buna hətta çağırır ki, yəni başqalarının bütlərində, yəni onların bütlərində söymüyünəsində bir çağırış var. Onlar da qayıdıb eyni bir işi edirlər. Yəni bu mənada mən hesab edirəm ki, ən azı müzakirələrə ehtiyac var. Sözsüz ki, bu məsələdə inancılardan daha tez jurnalistlər özləri, jurnalist təşkilatlarının özləri daha fəal olmalıdır. Çünki sabah söz azadlığına və ifadə azadlığına qarşı yönələn hər hansı bir hərəkətlər olanda biriləri buna haqq qazandırır. Bunlar onsuz da bizim dinimizi söylürlər, Peyğəmbərimizi söylürlər, inancımızı təhqirlər, elə yaxşı olur bunlara. O Abuvasil üçün fərqi yoxdur, bunu kim söylürdü və bugün kim təzyiq olunur. Yəni, bu məsələlərə də diqqət olunmaq lazımdır. Amma ümumilikdə bu bir artıq belə başa düşülür ki, genişlənən bir istiqamətdə olan bir məsələdir. Və sistemli bir məsələnin qarşısında ancaq sistemli də iş nəsə əldə edə bilər. Və bu mənada sözsüz ki, yəni Türkiyədən belə demək olarsa o potensial xüsusi olaraq hiss olunur ki, günləri bunun qarşısına çıxa biləcək, o islamofobik sürəcə qarşı çıxa biləcək bir potensial çox ciddi özünü göstərir və daha da bunu artırmaq lazımdır və Qərb mediasının özündə də kifayət qədər bu istiqamətdə müttəfiqlər var. Hesab edirəm ki, Azərbaycanda da bu məsələdə diqqətli olmalı. Çünki fikir verin, bəzən bu kimi məsələlər ölkənin birinci dərəcəli problemlərindən fikri yayındırır. Yəni, inancla bağlı ciddi bir qalmaqal yaranır, həqarət olur, inancılar etiraz edir. İnsanlar da istisna halda olmurlar. Onlar da öz düşüncələrini deyil, başqa məzhəbin düşüncələrinin mərkəziyyətində yaran məsələləri də hər tərəfdən, yəni bu bir tərəfli deyil, çox rast gəlir ki, həqarətlə
hallandırırlar və bu tənqid ayrı bir məsələdir, həqarət ayrı bir. Yəni bu ümumi olaraq topluma deməli xas olan bir vəziyyətdir. Çox üstündə düşürmək lazımdır və bir növəsində ibtidai bir kültür və mədəniyyət məsələsidir ki, həqarət heç nə eləmək olmaz, razı olmadığını da belə. İnşallah düşünürük ki, bu məsələlərdə elə bu kimi müzakirələr özü bir yaxşı platformada müstəvidir ki, bu məsələlərdə insanlar öz düşüncələrini bölüşsünlər və düşüncə və mükalimə və müzakirələrdir ki, bu istiqamətdə yol açır. Hər halda o marginal halda olan günləri səviyyədən ümumiləşmə halına keçməmək üçün bizim hamımızın bu məsələdə səylərimiz olmalıdır. Çünki əks halda ölkənin birinci dərəcəli və mühüm məsələlər qırağda qalacaq. Ölkə çox lazımsız məsələlərə enerjisini sərfləmiş olacaq. Təşəkkür edirəm. Çox sağ olun. Mən qısa bir arşiv vermək istəyirəm. Bu Azərsayt deyilən bir blog var. Bu Azərsaytda bəziləri, bəzi gənclər müxtəlif saytlar açırlar, səhifələr açırlar və bu səhifələrin birində mən bir şey diqqətimi çəkdi. Bir şəkil verirlər, qara əlbisəli bir şəkil və Allah yazırlar. Bu həmin saytın səhifənin sahibi ilə əlaqəyə keçdik, onunla oturduq, normal şəkildə söhbət elədik və bu adam bütün səhifələri çıxartdı. Orada olan din əleyhli yazıları çıxartdı və səhv edildiğini dedi, mən başa düşürəm, səhv eləmişəm, yəni Allah keçsin günahından və s. Üstündən bir həftə keçəndən sonra təkrar, yəni özü bizim yanımızda o səhifədən çıxartdığı halda dünən baxın, yenidən həmin səhifələri, yazılarının hamısını bərpa edib və yazır ki, bizim güya onların səhifəsinə girib dəyişmişmişlər. Bunlar yenidən o səhifələrinə qayıta bilirlər və o səhifəni ələ və səhifədəki yazıları bərpa edirlər. Və bu da bir daha göstərir ki, burada hər hansısa bir fərdi fəaliyyət deyil, bu xüsusi şəkildə İslam dininə qarşı və Azərbaycan dindarlarını qıcırlandırmaq üçün müxtəlif vasitələrlə bu insanlara əllərinə gələni edir. Qurban müəllimə söz verməsin, Qurban Yaquboğlu, tanınmış jurnalist, eyni zamanda Dini Yazarlar Birliyinin də sədri. Təşəkkür edirəm. Mən çalışacağım ki, əvvəlki çıxışçıların qoyduğu yerdən abdəstdən başlayacaq. Yəni, söhbət əlbəttə aydın məsələdir ki, qərb mətbuatı ilə Azərbaycanki vəziyyət, hətta Azərbaycana yaxın qonşulardakı olan vəziyyətin Azərbaycanın özündəki vəziyyət bir qədər fərqlidir. Azərbaycanın bəlli bir coğrafi mühiti var, cəmiyyəti var, uzun tarixi yol keçmiş bir proseslərdən keçmiş bir milli xüsusiyyətlər var və bu çərçivədə Azərbaycan mətbuatında vəziyyət necə? Əlbəttə, biz burada onu da qeyd edək ki, klerikal mətbuata toxunmuruq. Ümumiyyətlə, bu necə deyərlər, bir yerli ləhcə ilə necə bir alay məsələdir. Amma ümumən bu dünyəvi, ictimai, siyasi mətbuatın və jurnalistlərin dinlə, din adamları ilə, inanc adamları ilə, o cümlədən İslamla bağlı münasibətlərinə bir kiçik nəzər salmaq olar. Mənim müşahidəmə görə, onu da deyim ki, bu sahədə də bir xeyli araşdırmaların aparılmadığını da qeyd eləmək lazımdır. Monitoringdən keçirilmir demək olar ki, yəni konkret istiqamətdə. Ona görə biz təxminən müşahidələrimizi bölüşə bilirik. Ümumiyyətlə, mənim müşahidəmə görə və mənim yadıma gəlmir, din xadimləri ilə jurnalistlər arasında məhkəmə çəkişməsinə qədər gedib çıxa biləcək, müəyyən ictimai rezonans doğuran, nə bilim, dərmələrə gətirib çıxaran münaqişələr olmuyor. Olanı da var, məsələn, Qatar Müsəlmanlar İdarəsinin rəhbəri Şəxallah Paşazadə ilə qəzetlərin birinin bir iki bundan bir münaqişəsi oldu. Mən biləm, o da sonunda bildiyimə görə sivri yollarla yoluna qoyuldu. Hacı Qamətlə Səhəmiz Azadlıq radiosunun da bir münaqişəsi oldu və s. Yəni, amma böyük mənada jurnalistlərlə din xadimlərinin münaqişəsi oldu.
Amma ümumilikdə İslamla bağlı Azərbaycanda pluralistik durum var. Məsələn, tənqid edirlər, din xadimlərini tənqid edirlər, İslamla bağlı polemik müzakirələr də aça bilirlər. Hətta qəzetlərin birində, Alman qəzetində tanınmış imza sahiblərindən biri, filosof Ağalar Məmmədov, dinin Azərbaycandakı coşqun inkişafında narahat olduğunu bildirmişdi və hətta müəyyən ictimai qüvvələri, müxalifət qüvvələrini hökumətlə bu dini sahədəki coşqunun qarşısını almaqla əməkdaşlığa da çağırmışdı. Əlbəttə, bu bəlkə də başqa sahədə olsaydı, çox ciddi rezonans doğulardı, bəlkə etiraz doğulardı. Amma Azərbaycan cəmiyyətində kifayət qədər, belə deyək, cəsarətli və bir o qədər də polemik görünən bir tezisi Azərbaycanda Azərbaycan mətbuatının səsləndirilməsi baş vermişdir. Həmin mətbuatda başqa tənqid məqalələr də gedir və nəzərə alaq ki, biz pluralistik bir cəmiyyətə doğru gedirik və hesab edirəm ki, məsələdə din xadimləri də kifayət qədər bir kateqorik qüvvə olaraq dözümlü yanaşmalıdırlar, tənqidlərə açıq olmalıdırlar. Eyni zamanda tənqidi fikirlərə də münasibət bildirməlidirlər və özlərinin izah edici fikirlərin ifadə eləməlidirlər, çıxışlar eləməlidirlər. İctimai həyatdan marginal bir qüvvə kimi kənarda başqa bir qüvvə kimi fəaliyyət göstərməməlidirlər. Əgər göstərəcəklərsə, bu bütün hallarda belə deyək, inanc sahiblərinin ictimai qüvvə olaraq zəifləməsini gətirib çıxardır. Məsələn, elə Yeni Müsavat qəzetində vaxtlaşdırıb İlqar bəy çıxışlar edir, hər cümə günü o özü çox maraqlıdır, çox yaxşıdır. Amma digər ilahiyyatçıların da eyni ilə bu tip yazılarla çıxış eləməsi çox yaxşı olardı və yalnız bir icmanın rəhbəri, digər ilahiyyatçılar da vaxtdaşı öz sahələri ilə bağlı, aktual hesab elədiyi problemlərlə bağlı çıxış eləsələr, bu həmin boşluğun doldurulmasına gətirir. Azərbaycan mətbuatında bəllidir ki, demək olar ki, informativ materiallar gedir, insan haqları ilə bağlı, insan haqları kateqoriyasına daxil ola biləcək informasiyalar deməli gedir. Amma təəssüf ki, analitik dinlə bağlı, dini vəziyyəti ifadə edən, analitik münasibət ümumiyyətlə yoxdur. Bu yaxınlarda, məsələn, bir ailənin, yaxın dövrün hadisəsidir, az qala bir ailənin Azərbaycanda deməli, hansısa bir terror hadisəsinin hazırlaşdığı barədə mühafizə orqanlarından məlumat getdi, çox ciddi məlumat idi. Yalnız Yeni Müsavat hadisənin arayıcan getdi və müəyyən bir araşdırma tədbirləri. Yəni, mən bu misalda demək istəyirəm ki, məlumat, informasiya, xüsusən din sahəsində, İslam sahəsində yalnız mətbuatda informasiya olaraq yayılmalıdır. Həm də bunun arxasında izah olunmalıdır. Tutalım, hansısa bir terörist qüvvə varsa, hansı qüvvədə, hansı inanc sahibidir. Bəzən qarışdırılır, bəzən bunu tutalım, İrana bağlayırlar, Turana bağlayırlar, nə bilim, Türkiyə. Yəni, bu sahədə də mən hesab edirəm ki, xeyli dərəcədə ilahiyyatçıların üzərinə vəzifə düşür ki, bu tip məsələlərdə deməli, izah iş aparsınlar, maarifçilik iş aparsınlar, çıxış eləsinlər, öz fikirlərini bildirsinlər ki, bütövlükdə sonunda bu İslamın və İslamın fundamental prinsiplərini, fundamental məqamların üzərine yönəlməsin. Yəni, bəzən onun üçün jurnalistlər ümumi İslam adına hansısa bir tutalım dəstəni, hətta bir dəstəni, hansı ki, onun az qala özün Peyğəmbər elan eləmiş, Allah kesin günahından ifadə edir. Az qala Allahdan sonra ikinci dərəcəli hesab olmuş bir insanlara, digər inanç sahiblərinə deməli, yönəldir, onları müəyyən istiqamətlərə yönəldir, hadisələrə yönəldir, terror yönəldir və s. Amma bütövlükdə cəmiyyət bundan xəbər tutur ki, bu hadisələrin kökündə nədir, bu dəstələrin kökündə nədir? Mən deyirəm ki, bu sahədə də bir izahat işinə, xüsusən ilahiyyatçılar tərəfindən və məsələdən xali olan insanlar tərəfindən mütəxəssislər tərəfindən izah edilir. Mən sonuncu məsələni demək istəyirəm, o jurnalistika, deməli, peşə etikası ilə bağlı. Deməli, bir neçə il bundan qabaq bir hadisə baş vermişdi. Azərbaycanda bir nəfər dinlə bağlı tənqid bir yazmışdı. Onda Alisə
mən də bir yazmışdım, aynı sonda mən cavab vermişdim və mən onda jurnalistlərin rəhbər şahs tərəfindən qəbul olunmuş deməli, peşə kodeksinin doğrusu onda oxudum. Təxminən 3-4 ildir o. Və orada gördüm ki, mən deməli, dinlə bağlı jurnalistlərin üzərində heç bir peşə etikasına bağlı heç bir öhdəlik qoyulur. Bu sahədə bir boşluq var. Nəzərə alsaq ki, indi yaxınlarda deyəsən yenidən bu peşə etikasına bağlı kodeksi yenidən yeniləşdirəcəklər. Yenə gəlir ki, bu sahədə də deməli, bir maddə, müəyyən müddəalar daxil olmalıdır ki, hər bir jurnalist həm də başqalarının inancına, başqa dinlərə oluşur. İslamın özlərinin içərisində olan inanclara da, eyni zamanda elə İslamın özünə də bütövlü inançlı insanlara münasibətdə gözümün münasibət göstərməyə deyinilə mən o çıxışımı dedim ki, inanclı insanlar da tənqidlərə gözümün münasibət göstərməlidirlər, lazım gələndə özlərinin ağıllı, subutlu, dəlilli fikirlər bildirməlidirlər. Təşəkkür edirəm, çox sağ olun. Zakir Abbas. Teşekkür ederim. Zakir'e çıkarmışsınız. Biraz konuşmam biraz İslam medyasında, bütün medyasında biraz hareketleri yarattı. Çünkü bizim kardeşimizin esasen qərb mətbuatı və İslam. Bunu mən belə anladım və belə başa düşdüm. Və burada hardasa o çıxış deyəydi, çıxış deyəydi. Ki, orada əsasən 50-ci, 90-cı illərə gedən proseslərə, qərb mətbuatında proseslərə toxunur. Amma mənə elə gəlir ki, bugün Azərbaycanda İslam və Azərbaycanın mətbuatı bu daha konkret olardı və bugünkü vəziyyəti biz daha çox analitik baxımdan yanaşa bilərik. Bu mənada məsələn deyək ki, yadınızdadırsa bəlkə orada 2 yıl bundan qabaq o yaxşı biraz orada iştirak elədi. Məhəmməd Peyğəmbər təbliğatının barisi. O vaxt ki, artıq qərb mətbuatı karikaturazal məsələləri də çıxmışdı. Biz demək orada mən edim də mərəb çöpüqlarla. Bütün dini qurumlara və bütün mətbuat orqanlarına biz məktublar göndərmişdik ki, dəvətnamələr göndərmişdik iştirak eləsələr. Siz inanın orada Yahudizması, sonra pravoslavlar, katoliklər hamısı iştirak elədi. Orada iştirak edəməyən Şeyh İslam nümayəndəsi, yəni Qafqaz Müslümanları idarəsindən bir dəfə də olsun iştirak eləmədi. Bir də dövlət dini qurumlara riayət olmuş olub idarəsində. Onlardan başqa hamı iştirak edir. Yəni, prinsipcə bugün Azərbaycanda İslamın özündə din xadimlərinin və yaxud da özünün din xadimi sayan və bu müəyyən mənada mətbuata, ictimaiyyətə özünü dini təsvibkeş, İslam dininin təsvibkeş kimi artıq ictimai fikirdə formalaşan adamların dinə olan münasibəti və dinə olan təəssübünü, yəni İslam olan təəssübünü biz qarşı-qarşıya qoymalıyıq və görək nə dərəcədə onlar bu İslamın təəssübünü, yəni təəssüb deyil, bu elmi cəhətdən əsaslanmasından bunlar çalışırlar. Bunlar üçün maraqlıdır. Amma mən gördüm ki, bunlar nə üçün maraqlı deyil? Əksinə, demək, Hidayət Orucun eşləndəki... Cəlb mövzusunda tamamını yayınlamıyor. Təbii ki, din sayəsində problemlər var, məsələlər var. Amma biz burada bu günləri İslam ömrəyirik. Yəni, burada nə Hidayət Orucu, nə digər rəsmi şəxsini müzakirə eləməyik. Burada İslam ömrəyirik mövzusunu tamamını müzakirə eləməyik. Yox, sağ olun. Mübariz Məsmoğlu, buyurun, yazmalıyım istəyir. Çox olmalıdır. Ümumiyyətlə konfrans iştirakçıları. Sözün açığını desəm, mən o qədər də din adamı deyiləm. Yəni, mənim təfəkkür qatımda fundamental, belə deyək ki, hansısa bir dinin əsaslarından istinad edərək dünya baxışını formalaşmıyor. Mənim dünya görüşüm, dünyada baş verən elmi və dini dadların kontekstində formalaşmış dünya baxışıdır və mən bu baxışdan bu məsələlərə baxırım. Biz indi müzakirə etsək, qərb və belə deyək ki, Azərbaycan mətbuatını müzakirə etsək, mən sizə bir bayram şəkildə deyirəm ki, Azərbaycanda bir dənə azad mətbuat yoxdur. Dünyanın inkişafı, qərb mətbuatının demokratik inkişafı nəticəsində bu səviyyəyə gəlib çatıb.
və ona görə biz Qərb mətbuatında gedən hansısa bir neçə ayrı-ayrı məqalələrə görə Qərbin mətbuatını tamamilə Azərbaycan mətbuatından aşağı səviyyədə dəyərləndirməyimiz məndə gəlir ki, bizim demokratik bir insan olaraq dünya baxışımızda hansısa bir ziddiyətlərin əmələ gətirməsini getirib çıxara bilər. Mən Qərbə həqiqətən də, bəşəriyyət Qərbə borcludur. 17-18-ci əsrdən sonra onun insanlığa gətirdiyi bu azadlığı, bu demokratiyanı gətirmə şərti ilə. Sözsüz ki, Azərbaycan mətbuatında mən yenə deyirəm ki, müxtəlif maraqlar altında olan bu zadların getməsi gedir, yazılar gedir. Qərb mətbuatına gedən yazılara mən elə gəlir ki, münasibəti pisdir deyib yox, həmin mətbuatın özünə çıxıb, həmin yazılara münasibət bildirsə, mən elə gəlir ki, o yazıları da biz çap etdirə bilərik. Sadəcə biz mütəxəssislər hazırlamalıyıq. Bu sahələrin bilgisi olan, o qəzetlərə gedib çıxa bilən insanlar hazırlamalıyıq. Bu istiqamətdə iş görməliyik. Yəni, əgər biz döyüşürüksə, döyüş səviyyəsində o şeylərə getməliyik. Başqa bir yöndən deyim ki, mən Azərbaycanda belə deyək ki, bu mütərəqqi fikirli o gənclər ki, gəlirlər, onların yazdıqları, belə deyək ki, ilk baxışda bizim dinin əleyhinə yazdıqları, belə deyək ki, milli mental düşüncəmizin əleyhinə yazdıqları ilk baxışda mənə elə gəlir ki, pis reaksiya doğurur. Amma minillik mental düşüncə ilə yazanlar mənim üçün daha qorxuludur İslam üçün. Nəinki onların gətirdikləri. Çünki onların gətirdikdə bir hərəkət var. Cəmiyyətdə hərəkət gətirəcək bir impuls var, bir enerji var. O enerjidən biz istifadə edib çıxış eləməliyik. 1000 il bundan əvvəl formalaşmış mental düşüncə ilə bizi gələcəyə gediriksə, yəqin ki, çoxlu fəsadlara əmələ gələcək. Yəni, bu baxımdan götürsə, mən konkret bir misal edim. 1918-ci ildə deyirlər ki, qadın səs verə bilməz. Amma 80 il keçib görürük ki, səs verə bilər. Mental düşüncə görə olmaz idi. 80 il bundan əvvəlki mental düşüncəni götürəndə qadının səs vermə hüququ yox idi. Elə bir. Amma mental düşüncəni dəyişmiş. Niyə dəyişmişik? İndi bu elə məsələlər də biz dəyişəcəyik. Cəmiyyət inkişafdadır, bəşəriyyət inkişafdadır, bu qıdadlar gedir və dünya artıq qeyri-səlis məntiqlə idarə edilir. Biz qərbin texnologiyalarını götürürüksə, başqa şeylər getirirsə, bu işlərə getməliyik. Və mən yenə deyirəm ki, Qurban oldular, Yaqub Yaxşı Kəhti Hacının yazılarının adını mən də mütəmadi olaraq izləyirəm yazıları. Yazılar nəyə xoşuma gəlir? Ona görə xoşuma gəlir ki, sırf bir nöqtədən çıxış eləmir. Bu dünyada baş verən proseslərə bələd olan adam və o bələdçiliyi artıq müqayisəli şəkildə o təhlili ortaya qoymağı bacarır. Bu baxımdan bizə İslama aid yazılar lazımdır. Amma sırf belə deyək ki, fundamentalist olaraq mən İslamam, İslamdan başqa hər şey yalandır, bu şəkil də qoyulması bizi qane eləməyəcək, dünyanı da qane eləməyəcək. Biz bu şeylərə getməliyik. Bu geniş mövzudur. Bu ümumiyyətlə belə deyək ki, bunun hüquqi tərəfi var, bunun siyasi tərəfi var, bunun sosial tərəfi var, bunun iqtisadi tərəfi var. Bu çox geniş şəkildə müzakirə oluna bilər. Amma herhalde mövzunun qoyulması özü maraqlıdır və çox sağ olun ki, məni dəvət eləmişsiniz. Bilmirəm, mənim fikirlərim nə dərəcədə istiqamətliyə. Yəni olmasa da diskusiyada. Böyle bir şey deyil. Sadəcə olaraq hər halda narahatçılığa əsas var. Həqiqətən də son dövrlərdə İslamın üzərinə əsaslı hücumlar da var. Amma hücumları yenə deyirəm ki, elmi şəkildə qarşısını almaq lazımdır. Elmi şəkildə əsaslanmaq lazımdır. Çox sağ olun. Çok sağ ol, teşekkür ederim. Nigar Hanım, Nigar Hanım buradadır. Prespros testinin başıdır. Buyurun Nigar Hanım. Teşekkür edirəm. Bir şey aydınlıq gətirim, öz fikrimi deyim. Mən Qərbə özümü borçlu bilmirəm. Yəni, ən azından Qərbdə burada oturanların yarısı olub və orada da insan haqlarının necə tapdandığını, hətta ən inkişaf etmiş və insan haqlarını biz qoruyuruq deyib dünyaya car çəkənlərin başını bağlanmış xanımlara qarşı elədiyi tərbiyəsizliklər də görmüşük və ona görə də mən Qərbə özümü borçlu bilmirəm. Azərbaycan mediasına gəldikdə bayaqlar Qurban bəy çox yaxşı dedi. Ümumiyyətlə bizim mediada bununla bağlı bir boşluq var. Məsələn, mən bizim dindar deyiləm və bir o qədər də bu şeylərdə meyilli deyiləm. Çünki mən politolog olduğum üçün siyasətdən daha çox yazmışam və son vaxtlarda Türk mətbuatında, son 2 ildir Türk mətbuatında köşə yazarı olaraq çıxış etdiyim üçün Türk mediasında da yazıları izləməyə çalışıram və orada da dinlə bağlı yazılar oxuyuram, bizdə də. Hər iki düşərgədə eyni ilə belədir. Hansı dindar necə düşünürsə, məsələyə o cür yanaşır və bəzən mən dinim savadda da və başqa qəzetlərdə də eyni mövzuda yazılan yazılar oxuyuram və fərqli şeylər yazılır. Və öz-özümü düşünürəm, acaba kimə inanır? Ona görə də, belə deyək, zaman olub hətta namaz qılmaq istəmişəm və namaza aid bir neçə dükandan kitablar almışam. Və o kitablarda da fərqli namaz qılındığı zaman fərqli fikirlər mən rastlaşmışam və burada bölgülər görmüşəm. Ona görə də fikrimdən vaz keçmişəm, türklər demiş. Bu şeylər var. Yəni, kimə inanacağımla bağlı bir jurnalist olaraq tərəddüd keçmişəm ki, nə baş verir? Və
nəticə etibarilə bunu da dinə və İslama gətirən, düzdür, oxuduğuma görə Məhəmməd Peyğəmbər deyib, mənim əsabalarım 7 qola ayrılacaq, ya neçə qola. Yəni, belə bir kitabdan oxumuşdum, yenə deyirəm, mənim dini savadım o qədər də yoxdur və etiraf edirəm bunu. Məsələn, amma bizim mediada bir dini kitab oxumayan, hətta vərəqləməyən adamlar dindən yazı yazır. Budur bizim bəlamız. Məncə, mən də Hacının yazılarını oxuram və çox da olmasa, az da olsa məni qane edir. Məsələn, Rəşad Mirinin yazılarını oxuyuram, məni qane eləyir. Fərqli-fərqli fikirlər var. Amma məni qane eləyir, ən azından inandıra bilir, nəyəsə inandıra bilir. Amma təəssüf ki, bizdə, mediada əksər dindən yazanlar bir dəfə olsun, bir balaca bir kitab götürməyən ki, kitab heç dinlə bağlı bir yazı oxumuyur, amma dindən yazı yazır. Və insanlar da buna baxıb bu yola düşmək məcburiyyətində qalır. Bunun da günahını mən bizim Qafqaz Müsəlmanları Ruhani dairəsində görürəm. Çünki orada da müxtəlif adamlar var. Aqil bəy xoşu gəlir. Yox, Aqil bəy xoşuna gəlməyə bilər, amma mənim öz düşüncəm və fikrimdir. Bizim dini qurumlarla iş üzrə təşkilatlar var, bunlarda görürəm. Çünki bunların hərəsinin öz maraqları var. Din siyasətə bağlanmamalıdır. Amma bizim də dinlə məşğul olan şəxslər var ki, müxalifət və iqtidardadır. Ən azından bu şeyləri qaldırmalıdırlar və ən azından özlərinin dediyi kimi dinə biraz sərbəstlik verməlidirlər. Bu olmasa mümkün deyil. Anar Turalı'da da müstəqil araşdırması. Ben səslənən çox sağ olun, vəzərdə görüşürəm. Səslənən fikirlərə qoşuluram. Yad adının dediklərində həqiqət var, Hacının dediklərində həqiqət var, müəllimin hərənin özünə görə həqiqəti var, ziddiyyətləri də olacaq. Yəni bu ziddiyyətləri və həqiqətləri araşdırmaq bir günün, bir saatın, bir həftənin işi deyil. Təbii ki, bu sahədə araşdırmalar aparmaq lazımdır. İstər mətbuatda, istər qeyri-hükümət təşkilatlarında, istər dövlət səviyyəsində, üstəlik ekspertlər təşkil olunmalıdır, istər din sahəsinin mütəxəssislər, istər dünyəvi, yəni elmlər sahəsinin mütəxəssislər, yəni bu şeyi araşdırıb bir nəticəyə gəlməlidir. Çox sağ olun. Şərtlər əlbəyə burada not edəcəksiniz. Bunu sözlədim. Ama ben notda hiç tanışmak istemezdim, ağırmıyorum. Ben söyleyeceğim ki, dinlen meditasyonun hiçbir alakası alıyorum. Dinlen bir dolap meditasyonu var idi, belki de milyon var ama dinin konkret kitabı var. Bu kitabın bir icra olmalı, yaşlı bir sözdür. İzleyiciler, devlette kanun yok, kanunda keser. Burada oturan adamların da çok cüzi ismi ve ümumiyyətcə medyada çalışan adamları, ondan sonra bu hatta devlet ve o rəsmi dini idarədə çalışan adamlar özlərinin dinlə bağlı konkret bu dini tələblərlə bağlı önemli bilgiləri yoxdur. Çox az bizim adamlar məsələn üçün dinin ümumiyyətcə təməl prinsiplərini anlayırlar və Azərbaycan mətbuatı və vəziyyəti başından ayağına kimi sifarişli yazılar yazır. Oradan sifariş verirlərsə dinin özünü də, İslamın özünü də, Peyğəmbərin özünü də, yani o dadda karikatüra vermişler bir Danimarka'da. Tutaqçı, o karikatür üzerinde çıkmamış ki, sifarişle çıkmıştı. Bu Azərbaycanda sifariş verirlərsə nə desən eləyərlər. Yəni, mən hesab edirəm ki, dinlə danışmaq istəyən, dinlə baxım münasibətlərindən danışmaq istəyən adam, ən azı o dinin kitabını oxumalıdır və onu dərk etməlidir. Mən məsələn o kitabını oxumuşam, yəni mənim özümün yaranışını, özümün bilənlər içində bir Tanrı sevgisi, bir Allah qofu olur. Bunu mən inkar eləmirəm. Bundan inkar eləməyəm, xüsusi bilgilərim yoxdur, mən burada xüsusi rəy verəmərəm ki, bu nədir olmalıdır. Mən mətbuat adamlar arası hesab edirəm ki, mümkün qədər azadlıqlar bərpa olunmalıdır, amma bayaq burada dedilər, əxlaqın amma sonra yazdığı kodeks yox. Əxlaq kodeksi yazı ilə olmadı. İnsanın içində əxlaq varsa var, yoxdur, insanın kodeksinə əxlaq gətirilməz. Yəni mətbuatda mümkün qədər, burada o mental dəyərlər ortaya gələcək ki, ən azı mental dəyərlərin üstündə o əxlaq formlarına normallaşdırmaq olur. Bir balaca əxlaqlı dəyərləri sökən adamlar bu qədətlərlə bu şeyləri yazsınlar. Amma o da hələ ki, çox təəssüf ki, Azərbaycanda mümkün olmayacaq. Çünki burada bayaq dedim, başından sonra Azadlıq və Müsavat bugün Azərbaycan mətbuatının fragman qəzetləri başda olmaqla bütün qəzetləri, hətta Nota qəzetinin özünün belə bugün mənim nə aşağıda, yuxarıda heç yerlə bağlılığım yoxdur. Amma mən də hesablaşıram. Tutaq ki, İlqar bəy mənim dostumdur. Bəzən İlqar bəyin bir şeylərini deməməkdə ki, dost olaraq onun özümün mükəlləf bilirəm.
Bütün hallarda, yəni demək istəyədim nədir? Bu mövzular biraz xüsusi, tutaq ki, ekspertlər, o xüsusi işi bilənlər, xüsusi bilgi sahibi, xüsusi yox, tutaq ki, bu Quranla bağlı, dinlə bağlı bilgiləri, geniş bilgilər olan adamların müzakirəsinə verilməlidir. Və burada heç kimdə rəy verilməz ki, məhz din barəsində yazı nə cür yazılmalıdır. Kim nə cür istəyəcək, o cür də yazılır. Sadəcə biraz o əxlaqi dəyərlərə falan sökülmək lazım ki, bu din biraz, mən həmişə demişəm, Allah ki, Fəzəzadiyə şəxs olaraq nə cürə yanaşsan yanaş. Amma Şeyxülislamlıq məqamına hörmətlə yanaşacaqsan, bunun ayrı alternativ olmaz. O zaman mən hesab edirəm ki, hətta Allah şükür Fəzəzadənin özündən yazanda belə Şeyxülislamlıq məqamından hesablaşacaqsansa, o zaman müəyyən məqamlarda doğru yola çıxacaqsan. Yox, əgər Allah şükürlə bərabər tutaq Şeyxülislamlıq məqamına da üzr istəyən ifadə Allah baxmaq, məsələ şirkə baxmaq istəyəcəksənsə, o zaman biz tamam səhv yollara gedəcək və çox təsir büyük Azərbaycan mətbuatı həmin o səhv yolları. Diqqətini görürük. Yeni yok destin başladıkları yönetişməni mən düz istəyirəm. Mən diqqət mətbuatı haqqında danışmalı müəyyən mənada tənqidi danışmalıdır. Müəyyən mənada payımda mən niyə məskət mətbuatını seçdim? Çünki Aqil bəy mənə dedi ki, burada bir nəfər Azərbaycan mətbuatından danışacaq. Siz də qərb mətbuatından danışın. Mən ixtisası mən ixtisası beynəlxalq jurnalistikanı bitirmişəm. Bakalavr magistr dərəcələrim var. Namizədli dissertasiyamda beynəlxalq jurnalistikası və 16 idi mən beynəlxalq jurnalistikada qərb mətbuatını öyrəndim. Siz deyirsiniz ki, biz qərbə borcluyuq. Allah sizdən razı olsun xanım, çox gözəlsiniz. Mən özümü şəxsən ancaq dövlətimə borclu hesab edirəm, qərbə yox. Azərbaycan dövləti. Nə qədərdir bunun? Sizin üçün ola bilər ki, bu 18-ci ildən başlayır. Mən bir dəqiqə, mən sizi kəsmədim, üzr istəyirəm. Qərb mətbuatı azaddırmı? Mən sizə sual verirəm. Siz hansı qərb ölkəsinin mətbuatını azad hesab edirsiniz? Əgər Amerika Birləşmiş Ştatlarının mətbuatını nəzərdə tutursunuzsa, mən sizə tövsiyə edərdim Sergey Mikhailov var, araşdırmacı. Onun Jurnalistika США kitabı var. Həmin kitaba baxın, yoxsa sizə mən sizə onu təqdim edə bilərəm. Və deməli, görün, orada Amerika Birləşmiş Ştatlarının mətbuatı haqqında nə gözəl faktlar və Amerika araşdırmacılarının dili ilə təqdim edilir. 90-cı illərin əvvəllərində New York Times qəzeti, üzr istəyirəm, 90-cı illərin əvvəllərində New York Times qəzeti, bilirsiniz ki, dünyanın aparıcı mətbuat orqanı New York Times qəzeti. 90-cı illərin əvvəllərində New York Times qəzeti öz auditoriyasının böyük bir kütləsini Los Angeles Times'ın xeyrini itirdi. Niyə itirdi? Ona görə ki, Körfəz müharibəsi başlamışdı və New York Times Pentagonun birbaşa hərbi tribunalı funksiyasını yerinə yetirməyə başladı. Bunu itirdi öz auditoriyasını, yönəldi Los Angeles Times'a. Bir müddət sonra, təqribən 90-cı illərin ortalarında Los Angeles Times-da itirdi. Çünki şəbəkə eyni idi və Amerika Birləşmiş Ştatlarının ümumiyyətlə qlobal informasiya məkanında, media bazarında müəyyən belə deyək, media korporasiyalar, transmedia korporasiyalar var. Və bugün qayıdıb demək ki, qərb mətbuatı azaddır. Mən üzr istəyirəm ifadəmə görə, son dərəcə üzr istəyirəm. Bu gülmüşdür, bu inandırıcı deyil. Çünki bu gün yenə də deyəm, bu gün Murdoch kimi iri bir magnat var. Bu gün Axel Springer, Verlag kimi iri bir media korporasiya var. Bu gün Garnet Company var. Bu gün elə Türkiyədə Doğan Holding var. Biz nəyin əsasında qayıdıb deyə bilərik ki, hansı mətbuat azad? Azad mətbuat yoxdur. Ola da bilməz. Ümumiyyətlə, azadlığın özü nisbi bir məhvuldur. Yəni bunu götürüb, belə deyək, ABŞ-ın mətbuatı azaddır. Yəni bu belə deyil, axı, bunu özlə mən demirəm, bunu yenə deyirəm, Amerikanın araşdırmacıları deyil. Fakt istəyirsiniz, gətirin kitabları verin, baxın araşdırmacı. Amerikanın öz alimləri, öz ziyalıları bəli. Yazır ki, bu gün Amerika Birləşmiş Ştatlarının mətbuatı hətta belə, deməli, Avropa mətbuatından daha çox senzuraya məruz qalır. O da samosenzura var, yəni özünün senzurasını, özləri öz daxili senzuralarını tətbiq edir. Bu daha təhlükəli bir şey. Mən sizdən razıyam, amma bir şey deyək. Amerikanın konstitusiyası qəbul ediləndə təkcə Madison ilə Jefferson arasında 1000 səhifəlik yazışma gedir. Çox gözəl. Yəni hər iki fikir doğru, hər iki fikir hörmətlə yanaşılır. Biri konstitusiyanın bu şəkildə yazılmasının, söz azadlığının ümumiyyətlə dəyişilməməsinin tərəfdarıdır. Biri söz azadlığının nəyisə xatirinə məhdudlaşdırılmasının tərəfdarıdır. Sonradan söz azadlığının məhdudlaşdırılmamasının tərəfdarı olan adam da söz azadlığının məhdudlaşdırılmasına tərəfdar çıxanda Amerikada məhkəmə sistemi 1803-cü ildə susturdu yerində. Dövlət katibinin verdiyi qərarlar belədir ki, Amerikada söz azadlığını heç yenə məhdudlaşdırmaq olmaz. Birinci düzəlişin birinci. Bu həmin birinci düzəlişin əleyhinə də 14-cü düzəliş qəbul olunur. Olur, bilirəm. İndi söhbət nədən gedir? Amerikada bu fikirlərin hamısı yer ala bilir. Mənim dediyim məsələdir ki, burada qeyri-səlis məntiqlə
Sənin də fikrin, onun da fikri, o birinin də fikri, hamısının fikri yer ala bilir. Mən demirəm orada qərəzli mətbuat yoxdur, monopoliyadan mətbuat yoxdur. Amma bütün bunlarla bərabər, onların hamısının fikrini ortaya qoymaq üçün məkan var, siyasi mühit var. Amma bizdə həmin mühit yoxdur. Sənin bugün mən televiziya var, mənə 5 dəqiqə veriliş verməzlər ki, çıxın mən bu verilişdə danışın. Söhbət başqa şeylərdən gedir, siz mənim başqa şeylərdən... Başqa sözü olan, çıxış eləmək istəyən varsa, onu da dəyəri pişirmədim sizin. Hamınıza təşəkkür edirik gələnlərə, Hacı başda olmaqla hamınıza təşəkkür edirik. Sağ olun, Uğur müəllim, siz də gəldiniz, hamınız.